Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlının azadlığa çıxması barədə məlumatlar yayılıb. TikTokda yayılan videoda meyxanaçı Ağamirzənin çıxışı paylaşılır. Videoda "Çox sağ olun, hamınız dua etdiniz. Şükür Allaha, qardaşımız azadlıqda" dediyi eşidilir. Videoda Rəşad Dağlının fotosu yerləşdirilib və onun azadlığa çıxdığı iddia edilir. Videonun ilk baxışdan saxta olduğunu hiss edilsə də, çox sayda sosial şəbəkə istifadəçisi xəbərin həqiqi olduğuna inanıb. Rəşad Dağlının BBC qızı jurnalist Könül Aypara Ölkəzi açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, bəzi sosial şəbəkə səhifələrinin reytinq xatirinə tez-tez bu cür yalan məlumatlar paylaşdığını söyləyib. Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.